Salam əziz izləyicilərimiz, xoş gördük bir daha hər birinizi. Bugün bizim ən sevimli bir qonağımız var, Layla xanım. Layla xanım, sizi təbrik edirik. Forever ailəmizə gəldiyin üçün xoş gəldin deyirik. İnşallah inanıram ki, həm sağlığına, həm səyahətlərinə, həm yeni dostluqlara açıq olan birisiniz. İnşallah siz də bizimlə bərabər bu yolda uğur qazanacaqsınız və daha yüksək karyerləri əldə edəcəksiniz. Demək, Layla xanım, Pərvanə xanım qrupunda diyetologumuz Gültəkin xanım var, onun dəvətlisidir. Aynur xanım isə bu komandanın hər birinin üst sponsorudur. Layla xanım, nə demək istəyirsiniz? Mənim planım birinci özüm istifadə edeyim. Bəzi problemim var sağlamlığımla bağlı. Mən əminəm ki, mən o sağlamlığımla bağlı, mən şəfa tapdıqca çoxlu da müştəri məni tapacaq. Yəni, mən inanıram ki, bu müştərini mən qapı-qapı yox, müştəri özü məni gəlib tapacaq. Əslində çox gözəl bir şey vurğuladı Layla xanım. Biz burada olan hər birimiz sağlığımızla əlaqəli olaraq burada olan insanları. Amma 2011-ci ildə mən də gələndə heç biznes qurum, ya şirkətin ilk safir meneceri olum, belə bir fikirdə deyildim. Amma sağlığımla əlaqəli olaraqdan hər kəs artıq, Ziba xanım, siz necə etdiniz, sağlam həyat tərzi yaşadınız, siz necə etdiniz, dünyanı gəzdiniz, siz necə etdiniz, bu böyle bir komandanın sahibi oldunuz. İnşallah inanıram ki, o sözlər sizə də gələcək. Siz Diamond görmək arzusuyla. İnşallah. Xeyir olsun, uğur olsun inşallah. Siz herkes sağlamlığı için geldim ama ben ilk evvel gelenlerle biznes kafasıyla gelmiştim. Yani bu da fərqli olur. Herkes şimdi farklı yanaşabilir. İnşallah herkes kim necə, əsas odur ki başlayın. Bəli. Sağlamlığınızla, biznesinə, neyle Mən başlamak özüm istifadə elədiyim Bəli. şeylər haqqında daha çox rahat məlumat verəcəm. İnşallah. En çok burada şəfa tapacaksınız ve siz de kimlərəsə məsləhət edəcəksiniz. İnanırıq. Aynur xanım, siz nə deyirsiniz Layla xanıma? Mən də çox xoş oldu. Yəni o da səmimi, sadəliyinə özünü çox sevdirir. İlk gündür belə. Yəni qurbanlar da yaşalayır adamı. Sadə, Mən səmimi. Gültəkin xanımla canlı danışanda deyirəm Gültəkin xanım, siz Layla xanımı elə göndərdiniz, biz elə bir kere 40 illik bir yerdeydik. Amma ortaq tanışlıqlarımız çıxdı. Bax, Forever'in də bu xüsusiyyəti mənə çox xoş gəlir. Layla xanımla sən demə, bizim ortaq tanışlarımız da var imiş və yenidən təkrar görüşməyə Yəni, bizim harada məmnun hansı olduk. şirkətlər istəyir, parfümer istəyir, sağlam qida harada olmuşamsa, mən orada sevilmişəm, xoş təəssüratlar bağışlamışam, yəni ona görə arxayın deyə bilərəm orada hansı şirkətdə indi adlarını çəkmək istəmirəm. Yəni soruşsanız da, yəni ağız dolusu danışalım. Xeyirli uğurlu olsun. Xeyirli uğurlu olsun. Əsas odur ki, xeyirli olsun Sağlamlığınıza inşallah. qovuşun. Amin.